Assalamu alaikum dostlar, necəsiniz? Ümidvaram ki, yaxşısınız. PUBG Mobile videosuna xoş gəldiniz. Əziz dostlar, PUBG Mobile bu videosunda sizlərə PUBG Mobile hesabından necə çıxmaq olar və PUBG Mobile hesabını bir dəfəni necə silmək olar, onu sizə göstərəcəm. Gördüyünüz kimi, əziz dostlar, bu mənim 2 səviyyəli hesabımdır. Hesabda demək olar ki, heç bir şey yoxdur, heç şey yoxdur. Sadəcə günlük aldığım bu formadır. Yəni heç bir şey, nə UC falan, RP falan heç bir şey yəni vurmamışam. Yəni bildiyiniz 0 səviyyəli hesabdır. Belə deyək də. Və artıq mən bu hesabda oynamaq istəmirəm. Mən bu hesabdan bir dəfə çıxmaq istəyirəm deyirsinizsə, o zaman diqqətlə izləyin. Əziz dostlar, deməli nə edirik? Buradan inventorin yanındakı bu 3 zolaqlı xəttə toxunuruq. Ayarlar bölməsinə daxil oluruq. Ayarlara daxil olduqdan sonra hesabı silə daxil oluruq. Yəni çıxış yap yox ha. Hesabı silə daxil oluruq və bura sizə belə bir ekrana yazı gələcək. Yəni hesabı bir dəfəni silirik və əgər razıyıqsa tamamı basırıq. Mən artıq basıram tamamı və getdi hesab. Görək hara atır bizi. Yəqin ki, köhnə hesabını atacaq. Bəli. Ən bu şərtdə gördüyünüz kimi artıq hesab yoxdur. Bu qədər sadə, bu qədər belə deyək, asan. Və mən digər hesabıma girəm. Google'dakı hesabıma. Geçən dəfə bu hesabıma ban gəlmişdi. Nə olmuşsa hesaba girə bilmədim. Əziz dostlar, mən 62 səviyyəli bir hesabım vardı. Onunla mən az öncə keçiş edə bilmədim. Yəqin ki, hesabıma ban gəlib və çox təəssüf olsun ki, 62 səviyyəli bir hesabım artıq yoxdur. Təəssüf edirəm artıq. O cür, yəni hesabım yoxa çıxdı. Yəni yox oldu, mən artıq o hesaba girə bilmirəm. Və 42 səviyyəli bir hesabdan artıq başlamalı olacam. Bu qədər. Hələlik sağ olun. Növbəti videoda görüşmək ümidilə. Özünüzə yaxşı baxın. Hələlik.